Salam, hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Xəbərlərlə sizi mən Turac İbrahimova tanış edəcəm. Marneolidə evlərin tikilməsi nəticəsində bir sıra yeni küçələr yarandı. Bu küçələrin deməli adları olmadığına görə bugün Sakrebulunun iclasında adlarının qoyulması üçün deputatların deməli təsdiqi lazım oldu. Daha ətraflı süjetimizdə. Marneuli şəhərində yaşayış binalarının mərhələli şəkildə tikildiyi yeni məhəllələrə müvəqqəti adlar veriləcək. Bu mövzuya Sakrebulunun aprelin 3-də keçirilən 3-cü sessiyasında toxunulub. İclasda Marneuli Bələdiyyə Meriyasının əmlakın idarə edilməsi və maddi təminat xidmətinin rəhbəri Aqil Əmircanov geniş çıxış edib. Onun sözlərinə görə Sakrebulunun qərarı əsasında bu mərhələdə Candar qəsəbəsində yeni küçələrə müvəqqəti adlar veriləcək. 2025-ci il martın 31-də Mülki Reyestrin Milli Agentliyindən məktub daxil oldu. Bildiyiniz kimi Marneuli şəhəri sürətlə inkişaf edir. Yeni məhəllələr yaranır, yeni evlər inşa olunur. Həmin küçələrin adları yoxdur. Hökumət qərarı ilə adlar veriləcək, amma ad verilənədək meriya tərəfindən küçələri ərəb rəqəmləri ilə adlandıraq. Candar qəsəbəsində yeni yaranan məhəllələr 14-cü və 15-ci küçə kimi adlansın. Bir də 15-ci küçənin bir döngəsi var. Sakrebulunun qərarına ehtiyacımız var ki, bu küçələri müvəqqəti olaraq adlandıraq. Xeyriyyətçi Rəhim Hüseynov tərəfindən yaradılmış Saral Təhsil və İnkişaf Mərkəzi bugün ilk məzunlarını yola saldı. Daha ətraflı materialımızdan izləyək. Marneuli Bələdiyyəsinin Yuxarı Saral kəndində fəaliyyət göstərən Saral İnkişaf və Təhsil Mərkəzi ilk məzunlarını yola saldı. Tədbirdə kursları uğurla bitirən gənclərə sertifikatlar və diplomlar təqdim olundu. Qonaqların çıxışları dinlənildi. Mərkəzin gələcək planları və fəaliyyəti ilə bağlı məlumat verildi. Mən deyərdim ki, bəlkə də 100%-dən çox ehtiyacı var idi bu kənddə bu tədris mərkəzinin açılmağının. Ona görə ki, uşaqlarım mən bura gəlib gedəndə görərdim ki, həmişə küçələrdədirlər, başqa işlərlə məşğul olurlar. Ancaq bu tədris mərkəzi açılandan bəri mən uşaqların gözəlliyini görürəm, onların oxumaqlarını görürəm, onların nə qədər maraqla bu dərsə, bu tədris mərkəzinə gəlməklərini görürəm. Bunların mən elə başa düşürəm ki, gələcəkdə elə bizim dövlətimiz üçün onların fəal iştirakı çox lazımdır. Bu çox böyük bir iş oldu. Saral İnkişaf və Təhsil Mərkəzi 5 yanvar 2025-ci ildə rəsmi fəaliyyətə başlamışdı və mərkəzin fəaliyyəti tam xeyriyyətçilik üzərində qurulubdur. Bugün ilk məzun törənimizdir. Eyni zamanda digər kəndlərdə əgər belə bir təşəbbüslər olarsa, mərkəz olaraq əlbəttə ki, bizim məqsədimiz elə budur ki, gənclərimizin inkişafı, inteqrasiyası, ona görə də bu kimi təşəbbüslər olarsa, biz dəyərləndirilməyə hazırıq. Qeyd edək ki, mərkəzdə gənclərin inkişafı üçün müxtəlif kurslar ödənişsiz olaraq fəaliyyət göstərir. Hazırda layihədən 188 nəfər uşaq, yeniyetmə və gənc faydalanır. Uşaq Ailə və Cəmiyyət Təşkilatı Sakrebulu qarşısında özünün son 10 il ərzində fəaliyyəti barədə hesabat verdi. Marneulidə Sakrebulunun bu ilə olan növbəti 3-cü iclasında Uşaq Ailə Cəmiyyət Təşkilatının 2015-25-ci illər ərzində həyata keçirdiyi tədbirlər, əldə olunan nailiyyətlər, gələcək planlar barədə məlumatların yer aldığı təqdimat keçirilib. Təşkilat üzvləri rəhbərlik etdikləri sosial fəaliyyətlərdən, proqramlardan danışdılar. Çox şadam ki, 2015-ci ildən Marneulidə fəaliyyət göstəririk. Meriyanın dəstəyi olmasa, biz heç bir proqramı həyata keçirə bilməzdik. Hazırda bizdə 3 proqram fəaliyyət göstərir. Hazırda 100 nəfər benefisiarımız var. İstifadəçilərin sayı hər il artır. Qızıl Hacılının kənd müvəkkilliyi binasındakı mərkəzimiz təmir olundu. Yeni reabilitasiya, abilitasiya proqramımız başlayır.
Marneuli meriyası ilə memorandum bağlamışıq. Onun əsasında meriyanın dəstəyi ilə dövlət proqramlarını həyata keçiririk. Mütəxəssislərimiz 4 nəfər idi. Daha bir mütəxəssis yenidən hazırlıq keçib və bu mərhələdə 15 nəfər. Bu mərhələdə 5 nəfərimiz var. Həm mərkəzdə, həm də mənzillərdə, eyni zamanda bağçalarda fəaliyyət göstərirlər. Terapevtik xidmətlər aşağıdakı psixoloji terapiya Marneuli meriyası tərəfindən maliyyələşdirilir. Danışıq terapiyası, davranış terapiyası, təşkilatın ehtiyacları, sensor terapiya, fiziki terapiya, qida terapiyası, əmək terapiyası, 2024-cü il üçün əsas fəaliyyətlər, qapalı və açıq tədbirlər, məktəblər, mədəniyyət mərkəzləri ilə əməkdaşlıq, valideynlərlə görüşlər, sərgi və tədbirlərdə benefisiarların iştirakı, mütəxəssislərin axtarış, yenidən hazırlanması. Qeyd edək ki, Uşaq Ailə Cəmiyyət Təşkilatı sağlamlıq imkanları məhdud olan benefisiarlar üçün həftədə 3 dəfə 3 saatdan 6 saata qədər maarifləndirici və sosial tədbirlər təşkil edir. Uşaqlarla xüsusi pedaqoqlar və psixoloq işləyir. Onlar yemək və nəqliyyatla da təmin olunurlar. Mərkəz 18 yaşdan yuxarı sağlamlıq imkanları məhdud şəxslərə köməkçilər və xüsusi müəllimlərin xidməti ilə yardımçı olur. Erkən uşaqlıq dövrünün inkişafı proqramı 0-dan 7 yaş arası uşaqlar üçündür. İnkişaf riski olan və ya əlilliyi olan benefisiarları əhatə edir. Mərkəzin nümayəndələrinin dediyinə görə, gələcək planlarda tələbat yüksək olduğundan Dmanis və Bolnisdə də yeni mərkəzlərin açılması nəzərdə tutulur. Oğru dünyası ilə əlbir olduğuna görə 13 nəfəri həbs ediblər. Cinayət 15 ilədək azadlıqdan məhrum olmanı nəzərdə tutur. Daxili İşlər Nazirliyinin Quriya Polis İdarəsinin və Ozurgeti rayon prokurorluğunun əməkdaşları birgə həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq nəticəsində hakimin hökmü əsasında Tbilisi, Lançxuti və Batum şəhərlərində qanuni oğrular dünyası ilə əlaqəsi olan 13 nəfəri həbs ediblər. Cinayətlər 15 ilə qədər həbs cəzasını nəzərdə tutur. Hüquq mühafizə orqanları əməkdaşlarının apardıqları intensiv istintaq nəticəsində, o cümlədən hakimin hökmü əsasında aparılan məxfi istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanuni oğru adlandırılan şəxslərlə təmasda olublar. Onlara verilən tapşırıqları yerinə yetiriblər. Oğruların davasında fəal iştirak ediblər. Saxlanılan şəxslər oğru davası hədə-qorxu ilə öz cinayətkar təsir imkanlarından istifadə etməklə və qanunsuz hərəkətlərlə, habelə hakimiyyət və nüfuz qazanmaq məqsədi ilə həm özlərinin, həm də başqalarının mənfəətini əldə etmək məqsədi ilə Quriya vilayətində və Lançxuti bələdiyyəsində oğru dünyasının fəaliyyətini həyata keçirmişlər. Polis təqsirləndirilən şəxslərin özlərinə və yaşayış evlərinə baxış keçirən zaman onların bir-biri ilə və xaricdəki qanuni oğrularla əlaqə saxladıqları kompüter avadanlığı və mobil telefonları, habelə odlu və soyuq silahlar, patronlar, partlayıcı qurğular, marixuana kimi narkotik vasitə və pulu sübut kimi götürüblər. Gürcüstan Cinayət Məcəlləsinin 223-cü prima maddəsinin 2-ci hissəsi, 223-cü maddəsinin 1-ci hissəsi, 223-cü maddənin 2-ci bəndi və 223-cü maddənin 1-ci hissəsi ilə istintaq davam edir. Xəbərlər informasiya proqramı sona çatdı. Hörmətli tamaşaçılar, yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.